Bu qətl hadisəsinin üstü düz 7 il bağlı qalıb. Buna görə müstəntiqi qınaya bilərik. Lakin sonda hadisədən xəbərimiz olanda, bu hadisənin cinayətin necə baş verdiyini biləndə görəcəyik ki, müstəntiqi qınamaqda nə qədər haqlıydıq. Bura TV11, adım Sərdar Amindir. Başlayaq. 1992-ci il yanvarın 12-sində saat 14 radələrində Tovuz Böyükqışlaq avtomobil yolunun 8-ci kilometrliyində xüsusi amansızlıqla öldürülmüş, bədəninin yarı hissəsi avtomaşının kapotuna keçirilib uzadılmış vəziyyətdə, baş nahiyəsində çoxsaylı kəsici, deşici xəsarətləri olan naməlum bir kişi meyidi tapılır. Faktla bağlı həmin gün Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin həmin vaxtki məcəllənin 95-ci maddəsi ilə cinayət işi başlanır. İstintaqın aparılması prokurorluğun müstəntiqi Ələkbər Rızayevə həvalə olunur. Yolun həmin hissəsindəki çökəklikdə isə VAZ 21011 markalı 2711 AJB dövlət nömrə nişanlı Jiguli maşını, başı yerdəki qan gölməçəsinin içində olan meyitdən bir qədər aralıda isə cinayətin aləti ehtimal olunan qana bulaşmış, üzü sivrilənmiş iri daş və kağıza bükülmüş uzunluğu 40 cm diametri 2,5 cm olan armatur parçaları aşkar edilir. Maşının ön pəncərəsində qurumuş qan ləkəsinin üzərində aydın müşahidə olunan barmaq izləri, eyni zamanda maşının arxa şüşəsinin cinayətkarlar tərəfindən oğurlanması da istintaqçıların diqqətindən yayınmır. Əslində ilk baxışdan cinayət yerində yetərincə dəlil, sübut var idi. Bircə qalırdı cinayəti açmaq, amma davam edək. Meyidin barmağından qızıl üzü götürülüb mənimsənilmişdi və maşın qarət olunmuşdu. İlkin versiya belə idi ki, naməlum şəxs tamah məqsədi ilə öldürülüb. Aparılmış istintaqla meyidin Qovlar qəsəbə sakini Məmmədov Əli İslam oğlu olması müəyyənləşdirilir. Məhkəmə tibbi ekspertizasının martın 5-də verdiyi yekun rəyi ilə mərhum Əli Məmmədovun ölümünə səbəbin başın küt zədəsindən törəmiş, beyin qırışlarında və beyin məddəciklərinə qan sızmasının olduğu göstərilir. Qovlarda baş vermiş faciəli hadisə qəsəbə sakini Əli Məmmədovun xüsusi amansızlıqla öldürülməsi təbii ki, hamını sarsıdır. Əli Məmmədovu son mənzilə yola salan izdihamın içərisində mərhumun yaxınları göz yaşları tökə-tökə hadisə yerində olan prokurorluq və polis işçilərindən cinayətkarların tezliklə tapılmasını xahiş edirlər. Eləcə də dəfnə gələn hüquq mühafizə orqanları da demək olar ki, zərər çəkmiş adamın əzizlərindən soruşurlar. Siz kimdən şübhələnirsiniz? Çünki hələ ki, cinayətin açılmasına dair heç bir ipucu tapılmamışdı. Sual mərhum Əli Məmmədovun həyat yoldaşı Adilə Həsənovaya da verilir. Lakin o baş vermiş hadisənin güclü təsiri altında olduğundan fikirlərini cəmləşdirib istintaqa heç bir ifadə verə bilmir və heç kəsin də adını çəkə bilmir. Yalnız deyir ki, əri öldürülən gecə naməlum şəxslər onun evinin həyətinə gələrək qaranlıqda əlini soruşublar və gediblər. Hər yan zülmət olduğundan qadın çölə çıxmayıb, elə evin qapısından cavab verib. Adilə xanım onu da deyir ki, ancaq gələnlərdən birinin səsi ona deyəsən tanış gəlirdi. Amma kimin səsi olduğunu heç cür xatırlaya bilmir. Biz bu məqamı unutmayaq. Təxminən 10 gün keçir, Adilə Həsənova prokurorluğa gəlir, təkrar ifadə verir və bildirir ki, ilkin ifadəsində güman etdiyi səsin sahibini hələ də tapa bilmir ki, tapa bilmir. Amma yenə də düşünür ki, o səs ona tanış gəlirdi. Şübhə doğuran adamların hamısı dindirilir, ancaq aparılan istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri istənilən nəticəni vermir. Qatil və ya qatillər elə bil göyə çəkilmişdilər. Kələfin ucu ələ keçmirdi ki, keçmirdi.
İlkin İstintaq Əməliyyat Qrupunun cinayətin açılması istiqamətində gördüyü tədbirlər gözlənilən müsbət nəticəni vermir. Axtarışdan soyuyan müstəntiq Ələkbər Rzayev daha heç bir zəruri istintaq hərəkətləri aparmağın mənası olduğunu sanmır. Bir sözlə, müstəntiq Ələkbər Rzayev 5 ay ağır və gərgin işlədikdən sonra rayon prokurorluğunun bu cinayət işi üzrə gücsüz olduğunu etiraf edir və 1992-ci il iyunun 12-sində istintaqın dayandırılması haqqında qərara imza atır. Bu cinayət işinin açılmasına maraqlı olanlar da, olmayanlar da düz 7 il gözləyirlər. Cəmaət arasında bir-birinə uyuşmayan şayələr dolaşmağa başlayır. Bəziləri deyirlər ki, o sifarişlə öldürülüb və qəsdən cinayət işi açılmır. Lakin ya bu şayələr istintaqçıların fərziyyələrinə uyğun gəlmir, ya da istintaqçıların, daha doğrusu həmin zaman hüquq mühafizə orqan rəhbərlərinin fərziyyələri bu şayələri əsaslandırıb ipucu tapacaq qədər zəngin olmur. Hər nə olursa, icraat dayandırılandan sonra Əlinin qanlı ölümü düz 6 il 8 ay bağlı qalır. ...1998-ci il avqustun 24-də Qovlar qəsəbə sakini mərhum Əlinin həyat yoldaşı Həsənova Arifə Mikail qızı Tovuz rayon prokurorluğuna ərizə ilə müraciət edərək əri Məmmədov Əli İslamoğlunun 1992-ci il yanvarın 11-də qəsdən öldürülməsində bir şəxsdən nəhayət ki, şübhələndiyi barədə yazılı məlumat verir. Ertəsi gün avqustun 25-də müraciətlə əlaqədar rayon prokuroru Rəsul Həsənov Adilə Həsənovanı qəbul edir. Adilə Həsənova məlumatı belə təqdim edir. Ərim qətlə yetirilən gecəsi 2 nəfər tanımadığım adam bizə gəlib həyətdə əlini soruşaraq getmişdilər. Çöl zülmət qaranlıq olduğundan mən onları görə bilməmişdim. Amma birinin səsi mənə elə bil ki, tanış gəlmişdi və bu barədə əvvəldən də demişdim. Əlinin ölümündən sonra qonşum Cəfərin tanışı Gülçöhrənin oğlu Fikrət bizim evə tez-tez gəlib getməyə başladı. Hər dəfə ərimin ölümündən söhbət düşəndə o özünü itirirdi. Bədəni əsəbi halda titrəyirdi. Belə söhbətlərdən sonra artıq o bizə gəlmədi. Yaxınlarda öyrənmişəm ki, Fikrət cinayətkar adamlarla oturub durur, onlarla əlaqəlidir. Əlinin ölümü mənə ağır təsir elədiyindən o vaxt istintaqda heç nəyi xatırlaya bilməmişdim. Artıq donum açılıb 7 ildən sonra indi başa düşürəm ki, həmin gecə həyətə gəlib ərini soruşanlardan birinin səsi mənə tanış gələn, əvvəllər qonşuluqdan bələd olduğum Fikrətin səsi olacaq. Mən günü-gündən buna əmin olmağa başlayıram. Ona görə də Əlinin ölümündə onun məlumatı olması qənaətinə gəlmişəm. Rəsul Həsənovun göstərişi ilə elə həmin gün müvafiq araşdırma aparılır və dərhal cinayət işinin icraatı təzələnir. Cinayət işi üzrə icraat təzələnərək istintaqın davam etdirilməsi prokurorluğun böyük müstəntiqi Füzuli Musayevə həvalə olunur. Böyük müstəntiq ifadələri, şahidlərin məlumatlarını, ekspertiza rəyini diqqətlə oxuyur. Amma ortaya yeni əhəmiyyətli sübutlar çıxmır. İlk əməliyyat göstərişləri verilir. Fikrətin şəxsiyyəti aydınlaşdırılsın və mərhum Əli Məmmədovun yaxın münasibətdə olduğu şəxslərin dairəsi yenidən müəyyənləşdirilsin. Bunun üçün müvafiq zəruri tədbirlərə start verilir. Aparılmış istintaq əməliyyat tədbirləri nəticəsində vətəndaş Adilə Həsənovanın ərizəsində yazıb ərinin ölümündə şübhəli bildiyi Fikrət adlı şəxsin Tovuz şəhərində yaşayan Hüseynov Fikrət Oqtayoğlu olması müəyyən edilir. Fikrət Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri göstərir ki, o işsizdir, tüfeyli həyat tərzi sürür. Həmçinin istintaqa o da məlum olur ki, Fikrət Hüseynovun məhkumluğu da var və o, Qazax Qarnizonu Hərbi Tribunalının 1994-cü il 15 dekabr tarixli hökmü ilə
3 il müddətinə azadlıqdan məhrum edilib və o cəzasını çəkərək artıq azadlığa çıxıb. Fikrət Hüseynov ilk günlərdə təbii ki, özünü qeyri-səmimi apardı. Hər şeyi inkar edir, heç nəyi boynuna almır. Müxtəlif bəhanələr gətirir. Amma təkzib olunmaz dəlillərin, Adilə Həsənovanın ifadələrinin qarşısında tab gətirə bilməyən Fikrət hər şeyi danışmağa, düzgün ifadə verməyə məcbur qalır. Beləliklə 10 sutka keçdikdən sonra cinayətin onun tərəfindən törədilməsini təsdiq edən kifayət qədər sübutlar toplanaraq Fikrət Hüseynov barəsində həbs qəti imkan tədbiri seçilir. Peşəkar təcrübəli istintaqçılar üçün Fikrət Hüseynovun ətrafı Əli Məmmədovu həqiqətən öldürdüyünü boynuna alması çox mühüm xüsusat olsa da, lakin kifayət deyildi. Prokuror daxil inam hissi ilə duyurdu ki, Fikrət Hüseynov xüsusi amansızlıqla həyata keçirilmiş ağır cinayəti tək törətməyib. Bu işdə ona yaxından kömək edənlər olub. Fikrət istintaq sübutları ilə ifşa olunduğunu görüb, digər cinayətkar yoldaşlarının da adlarını çəkir və bildirir ki, məhz məktəb yoldaşı Məhərrəmov Qasım Rafətoğlu və tanışı Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşı Vəlixanov Arif Tapdıqoğlu ilə birlikdə bu qətli törədiblər. İnsanı dəhşətə gətirən isə budur ki, Əlini öldürən zaman Fikrətin 16, Qasımın isə 13 yaşı olub. Onlar Dağıstandan Tovuza gələn, təzə gələn digər gənc Arif Vəlixanovla birlikdə bu dəhşətli qətli törədiblər. Həmin soyuq yanvar günündə nələr baş vermişdi? Ağzından süd iyi gələn uşaqlar necə olmuşdu ki, yaşlı bir sürücünü öldürmək qərarına gəlmişdilər, onu necə öldürmüşdülər? Davam edək. Bunun üçün biz yenidən 1992-ci ilin 11 yanvarına qayıtmalıyıq. Həmin axşam Tovuz şəhərində Puşkin adına məktəbin yaxınlığında 3 nəfər, 13 yaşlı və 16 yaşlı 2 məktəbli, həmçinin Dağıstanın Kızılyar rayonundan qonaq gəlmiş gənc birgə vaxt keçirirdilər. Son günlər onlar dərsə getmir, birlikdə gəzir, spirtli içki və siqaret istifadə edirdilər. Qonaq onlarla yeni tanış olmuşdu və onlar hər iki tərəf bir-birinə maraqlı gəlirdilər. Söhbət zamanı Dağıstanlı gənc anasının onu geri aparmaq istədiyini, lakin pulları olmadığını bildirir və uşaqlardan kömək istəyir. Daha sonra o pul əldə etmək üçün cinayət törətməyi təklif edir. Spirtin, tütünün dadına yenicə baxmış uşaqlar özlərinin böyüdüyünü isbat etmək üçün bəhanə axtarırlar. Cinayət təklifi onlara cazibəli görünür. Plan belə idi: təsadüfi bir sürücünü aldadaraq başqa yerə aparmaq, onu öldürüb pulunu və avtomobilini götürmək. Öldürmək sözünü eşidəndə 13 yaşlı Qasım narahat olur. Sonra isə Dağıstanlı gənc Arif onların hər ikisinə qorxaq olmayın, arvad olmayın deyərək onları həm ürəkləndirir, həm də biraz təhqir edərək öz istədiyi zəmini yaradır. Onlar əməliyyatı ertəsi gün axşam həyata keçirməkdə razılaşırlar və ertəsi gün saat 20-də 3 yoldaş Arif, Fikrət və Qasım dəmir yol vağzalındakı yeməkxanada yer tapıb otururlar. Cəsarət üçün hətta adama 50 qram araq da içirlər. Bu an yeməkxananın pəncərəsindən baxanda zülmətdə bir cüt maşın farası görünür. Onlar da elə maşın gözləyirdilər. Bu maşın verilişimizdəki qurban olan Əli Məmmədovun maşını idi. Üçü də cəld çölə çıxırlar. Qasım sürücüyə bizi Əsri Cırdaxan kəndinə apararsan, neçə desən verərik, deyir. Qiyməti danışıb razılaşırlar. Fikrət qabaqda sürücünün sağ tərəfində, yəni sürücünün yanında oturur. Ariflə Qasım isə arxada otururlar. Sürücü qəsəbə sakini Əli Məmmədovun sürdüyü maşın təxminən 15-20 dəqiqə keçəndən sonra yolun 8-ci kilometrliyinə çatanda Fikrət üzünü sürücüyə tutub deyir: saxla 5 dəqiqəliyə, havamı dəyişib qayıdıram. O dostlarına əvvəldən başa saldıqları işarəni verir: siz başlayın, mən də gəlirəm.
özləri ilə götürüb gizlədikləri armatur parçaları ilə Ariflə Qasım sürücünün başına ölümcül zərbələr endirməyə başlayır. Sonra onu maşından yerə salırlar. Bu vaxt dırnaqarası havasını dəyişib qayıdan Fikrət də dostlarına qoşulur. Onların üçü də birlikdə quduz bir kinlə sürücünün başına, üzünə, bədəninin müxtəlif yerlərinə dəmir parçası ilə güclü zərbələr endirməyə davam edirlər. Nəhayət, torpaq üzərində çabalayan Əli Məmmədov canını tapşırır. Sürücünün qan içində olan paltarlarının bütün ciblərini eşəliyib axtarırlar, cəmi 75 rubl Rus pulu tapırlar. Meyidin barmağındakı 17.300 rubl dəyərində olan qızıl üzüyü də qənimət kimi götürürlər. Fikrət maşının sükanı arxasında əyləşir, lakin sürə bilmir. Həyəcandan maşını yolun kənarındakı dərəyə salır. Jigulini çökəklikdən çıxarıb aparmaq qeyri-mümkün olur. Ona görə də maşında ələ gələn və Yapon istehsalı olan maqnitofon kasetləri, o cümlədən arxa şüşəni çıxardıb götürürlər. Sonra köməkləşib al-qan içində olan meyidin bədənini, yarı hissəsini maşının kapotuna keçirib uzadılmış vəziyyətdə qoyurlar. 1992-ci il yanvarın 11-də baş vermiş ağır cinayətin tarixinə son nöqtə 1999-cu il fevralın 18-də Tovuz şəhərində qoyulur. Arif Vəlixanov Dağıstanda yaşadığından barəsində axtarış elan olunmaqla həbs qəti imkan tədbiri seçilir. Ali Məhkəmənin cinayət işləri üzrə 1-ci dərəcəli məhkəmə kollegiyası hakim Mansur İbayevin sədrliyi ilə işə baxaraq ittiham hökmü çıxarır. TV11 YouTube kanalı sərfəli reklam şərtləri təqdim edir. Ay ərzində milyonlarla baxış, milyonlarla insan diqqəti istəyirsinizsə, öz məhsullarınızı bizim kanalımızda sərfəli şərtlərlə effektiv şəkildə reklam edə bilərsiniz. Bunun üçün 070 291 78 98 nömrəsindən əlaqə saxlaya, eyni zamanda WhatsApp vasitəsilə yaza bilərsiniz. Cinayət törədərkən cinayət məsuliyyəti üçün məcəllənin 10-cu maddəsində müəyyən olunan 14 yaşına çatmayan Qasım Məhrəmovun cinayət işinə xitam verilir. Fikrət Hüseynov isə Cinayət Məcəlləsinin həmin dönəmki məcəllənin 94-cü maddəsinin 1-ci və 6-cı bəndləri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilir. Qəribəsi odur ki, üstündən 7 il ötdükdən sonra da cinayəti törədən şəxslər axtarıldıqda bəlli olur ki, onların ikisi artıq həbsdədir, digəri də azadlığa yenicə çıxıb. Bu da bir daha onu göstərir ki, cinayət əməli törədərək məsuliyyətdən yayına bilən hər kəs mütləq digər bir cinayəti törədir. Cəzadan yayına bilən hər kəsin ağzında bir dad qalır. Və peşəkarlaşdığını sanan canilər düşünür ki, yenə də cinayət törədərək cəzadan uzaq qala biləcəklər. Ancaq cinayət hər zaman sonda cəza ilə bitir. Heç bir kəs bu cəzadan və bu məsuliyyətdən uzaq qala bilməz. Salamat qalın.